görmək istəyirəm. Eləyim ya etməyim. Peyğəmbər buyurdu ki, ya vabisə, adamın adı Vabisədir. Ya vabisə, istəfti qəlbək. Bəzən deyirlər, qoy əlvi sinəvin üstünə, gör qəlbin nə deyir sənə. Deyir, istəfti qəlbək, qəlbindən soruş günah. İstəfti nəfsək, özündən soruş günah bunu. Soruş gör ki, bunu etmək olar ya olmaz. Peyğəmbərimiz buyurur ki, əlbir mə itma'annə iləyhil qəlb. Yaxşılıq odur ki, qəlb də onu təsdiq edir. Qəlb də ona deyir ki, bəli, bu gözəl işdir. Qəlb də bunu bu cür deyir. Və itma'annət iləyhin nəfs. İnsanın nəfsi də əminliklə deyir ki, bəli, bu işi görgünən. İsm vəl-ith. Günah nə cürdür? Mə həkən nəfs və tərəddədə fis-sədr. Günah budur ki, nəfs insana deyir ki, bəli, bunu etməklə bu günahdır. Və şübhə ilə yanaşırsan, əminlik yoxdur bu mövzuda. Baxmayaraq ki, bunu cəmaat fətva verir, bunun cəmaat barəsində müxtəlif sözlər deyir. Buyurur ki, Peyğəmbərimiz ki, özünə müraciət etkinə. Bugün hər bir peşənin sahibləri vicdanla öz işlərini görməlidirlər. Əgər hər peşənin sahibi vicdanla işini görsə, o cəmiyyətdən kamil bir cəmiyyət tapa bilməzsiniz.